Hörmətli izləyicilərim, bugün sizə 20 sotun üzərində 3 mərtəbə, 620 kvadrat sahəsi olan Göradil kanalın üzərində Novxanda Murad Marketin tam qarşısında bir villa təqdim edirəm. Geniş bağı bağçası, hər tərəf yaşıllığın düz kənarında hovuz hissəsi. 4 fəsil istirahət edə bilməyiniz üçün bisetka hissəsi. Həyətə giriş və geniş qaraj hissəsi. Qabaretli villanın birinci mərtəbəsində dəyərli izləyicilərim, zal otağıdır. Zal otağının özünə məxsus bir aurası var. Uyğun olaraq mebellər döşənilib, divarda kartinkalar, konseryer laminat döşəməsidir. Qarajdan birbaşa çıxış və daxil olursa mətbəx otağına. Mətbəxin də özünə məxsus bir aurası var. Mətbəxdən birbaşa katen sisteminə gizli bir qapı yolda qoyulub. İçərisində işıq tənzimləyici, kombilər, su, nasuz hər bir şey villaya uyğun təmin olunubdur. Villanın içərisinə 2 plekanla qalxa bilirsən mərtəbələrə, əzizləyicilər. Və burada həm qabaq tərəfə baxan bir balkon var, dəniz mənzərəsi görsənir birbaşa. Bura bir otaq və yenə arxa tərəfi olan balkon görüntüsü. İkinci mərtəbədə 3 və 4 yataq otaqlarını sizə təqdim edirəm. Bura 3-cü mərtəbədir. 3-cü mərtəbədə 4-cü və 5-ci yataq otaqlarını sizə təqdim edirəm. Üçüncü mərtəbənin eyvan hissəsindən sizə 6-cı, 7-ci və 8-ci yataq otaqlarını təqdim etmək istəyirəm. Bu otaqda, bu villada daha doğrusu, otaq çox boldur. Geniş ailə üçün ideal bir villadır. Dəyərli izləyicilər, 60-lıq divar. Təsəvvür edin ki, sahibi qoşa daşdan tikəndən sonra manqalinin üstündə olan kərpiclər var ha. Ondan da üstündən əlavə olaraq hörüb, yəni öz zövqü üçün, istəyi üçün bunu edibdir. 3-cü mərtəbədən ömürlük dəniz mənzərəsi sizin ola bilər, əzizləyicilərim. Bu villada otaqları gördünüz də, bu bir yataq, onun o tərəfində qardirob, onu bir görsətsin kameraman sizə. Norveçi xatırladan sizə əzəmətli, qabaretli villa təqdim elədim. Sənədi kupçadır, qiyməti posta qeyd eləmişəm. Kimə maraqlıdırsa bu villa bizimlə əlaqə saxlaya bilər. Sağ olun, var olun.